Peyğəmbərinizin də qarşısında baş əymirsiniz? Həzrəti Muhammed bir insandır. Biz yalnız Allahın qarşısında baş əyirik. Yaxşı, Məhəmmədin möcüzələri nədir Cəfər? Əgər o Peyğəmbər olsaydı, onda göy üzünü işıqlandırardı. Tanrı öz peyğəmbərlərinə möcüzə yaratmaq qüdrəti verir. Bu bizim kimi adi bəndələrə bir işarədir. Həzrəti Muhammedin möcüzəsi Qur'an-ı Kərimdir. Kitab bisavad tərəfindən yazılıb, Tanrının adına çıxarılan kitab. Mən bilən onları kifayət qədər dinlədiniz. Mənsə möcüzələrə inanıram. Tanrı İsa'nın həvarilərinin başlarına alov dillərlə tac qoydu ki, indiyə qədər bilmədikləri müxtəlif dillərdə danışa bilsinlər. Heyf ki, bizim zamanədə bu cür möcüzələr yoxdur. Kifayət qədər siz eşitdim, məni inandırmadınız. Biz Məkkədə təqiblərdən əzab çəkəndə Həzrəti Muhammed bizə dedi ki, Həbəşistana gedin. Orada heç kim haqsız əzab çəkmir. Layiq olmasaydınız, cəza almazdınız. Onlar üsyan elədilər. Peyğəmbəriniz sizi bura niyə göndərir? Çünki siz də bizim kimi yeganə Allahın kitabına inanırsınız. Çünki qəlbinizdəki Allahın bizi müdafiə edəcəyinə əmin idi. Onlarla danışmaq, səhrada su axtarmaq kimi bir şeydir. Amma onları sona qədər dinləmək mənim borcumdur, dostum. Davam elə. Uzun illər biz ağac və daşdan oyduğumuz bütlərə səcdə qıldıq. Tanrılarımızı özümüz yaratdıq. Allahın varlığından xəbərsiz yaşadıq. Dünyəvi qanunlarımız olsa da göylərin xeyir duasından hali idik. Dövlətlilər yoxsulları alçatdılar. Heç kim digərinin dərdinə şərik olmur. Yıxılanın əlindən tutmurdu. Allah bizi bunun kimlərin əlindən qutaracaq bir adamı seçdi. Ona nə eləyəcəyini öyrətdi. Bizə göndərdi. Həzrəti Muhammedə inanırıq. Onu Allahın elçisi olaraq qəbul eləyirik. Bilmək istəyirəm, dininiz nəyi əmr eləyir? Allaha inanmağı, yalan danışmamağı, zina eləməməyi, harama əl uzatmamağı, qəddar olmamağı, qonşularımızı özümüz kimi sevməyi, yardım göstərməyi. O deyir ki, bəzən bir təbəssüm belə yardım sayılır. Qadınlarla pis rəftar eləməməyi, yetimlərə baxmağı əmr eləyir. Ağacdan, daşdan yolunmuş tanrılardan xeyir gəlmədiyini deyir. Mən bu küfür sözlərə sakit qulaq asa bilmirəm. Bizim mədəniyyətimiz olduqca qədimdir. Tanrılarımızı daş, ağac parçası adlandırmaq bir cahillikdir. Biz cansız heykellərə yox, bu bütlərdə yaşayan ruhlara səcdə qılırıq. Razıyam ki, bütpərəstliyi həmişə bütünlüklə başa düşmürlər. Sağ ol. İndi isə qadınlar haqqında düşündüklərini danışsınlar. Allah qadını kişiyə yol yoldaşı kimi yaradıb. O başqadır, amma bərabər hüquqludur. Bərabər? Biz onları satın alırıq. Yedirdir, geyindirir, onlardan istifadə eləyib batırıq. Heç qadın da kişiyə bərabər ola bilər? Allah insanı bir kişi və bir qadından yarattı. Əmir, səni bətnində daşıyan ananın timsalında bütün qadınlara hörmət eləməlisən. Onun yeganə Allah'a bu qədər bəlağətli olduğu halda, niyə sənin 300 tanrının deməyə 2 kəlməsi tapılmır? Allah əvvəllər də insanlarla danışıb. İbrahimin, Nuhun, Musanın və İsa'nın vasitəsilə. İndi də Muhammedin vasitəsilə danışanda niyə təəccüb eləməliyik? Bu adları kimdən öyrənmisən? Onların hamısının Quranda yeri var. Mən Məhəmməd uşaqlıqdan tanıyıram, qoyun oturan yetim idi. Nə olsun, İsa da bir xarrat idi. Bizim İsa ilə sizin Muhammedin sözləri bir çıraqdan saçan nura bənzəyir. Onlar yalan deyir, İsa'nı inkar eləyirlər. Deyirlər ki, 3 tanrıya səcdə qılırsınız. Ata, oğul, müqəddəs ruh. İsa haqqında nə fikirləşirsiniz? Onlar deyir ki, Tanrının oğlu deyil, İsa Tanrının oğlu ola bilməzdi. Mənə İsa haqqında danışın.
Peyğəmbərimizdən öyrəndiklərimizi təkrar eləyə bilərəm. Tanrı Bakirə Məryəmin bətninə öz ruhunu göndərib və o Tanrının Peyğəmbəri İsa'nı dünyaya gətirib. Eşitdiniz, o deyir ki, İsa Tanrı'nın oğlu. Sizin möcüzəniz. Quran-ı Kərim İsa'nın dünyaya gəlməsini necə izah edir? Sözbəsöz təkrar eləyim. Yaxın gəl. Quran-ı Kərimdə Məryəmin hekayəsi belə təsvir olunub. Bismillahirrahmanirrahim. Məryəm öz ailəsindən ayrılıb şərqə getdi. Biz də Cəbrail əleyhissalamı onun yanına göndərdik. Cəbrail Məryəmə insan şəklində göründü. Məryəm Allaha sığındığını, Allahdan qorxursa, ona toxunmamağını yalvardı. O zaman Cəbrail əleyhissalam dedi: Mən Rəbbinin elçisiyəm. Sənə tərtəmiz oğlan uşağı bəxş eləmək üçün göndərilmişəm. Məryəm isə mənə kişi əli dəymədiyi halda mən necə oğul doğa bilərəm? Mən pozğun qadın deyiləm, dedi. Cəbrail cavab verdi: Rəbbim belə istəyir. Onu qüdrətimizi göstərən bir mərhəmət olaraq yaradacağıq. Bu sənin taleyindir. Sizlə bizim aramızda elə də böyük fərq yoxdur. Yalnız bu xət qədər. Qarşıma qızıldan dağlar yıxsam belə onları təslim eləməyəcəm. Ölkəmdə istədiyiniz qədər qala bilərsiniz. Özü də əmin-amanlıqda yaşayacaqsınız. Allahın xeyir duası heç vaxt üstünüzdən əski olmasın.